Azərbaycan Dövlət Dəniz Akademiyasında professor, müəllim heyəti və tələbələr üçün donorluqla bəxş edilən həyat mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirin məqsədi cəmiyyətdə orqan donorluğu barədə məlumatlığın artırılması və bu humanist yanaşmaya məsuliyyətli münasibətin formalaşdırılması olub. Seminara giriş sözü ilə açan Akademiyanın tədrisin təşkili və idarə edilməsi üzrə prorektoru İradə Süleymanova orqan donorluğunun müasir təbiətdəki əhəmiyyətindən və insan həyatının xilas edilməsindəki rolundan danışıb. Daha sonra orqan donorluğu və transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Gicanə Abbasova və həkim koordinator Mehriban Əliyeva çıxış edərək transplantasiya sahəsinin tibbi və sosial əhəmiyyətini, bu istiqamətdə həyata keçirilən dövlət layihələrini diqqətə çatdırıblar. Seminar interaktiv diskussiya şəraitində davam edib. Tələbələrin sualları cavablandırılıb və sonda fəal iştirakçılara Koordinasiya Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.